Uşaqlar, bizim bugünkü dərsimiz so, do, I, neither, do, I. Uşaqlar, biz nə edəcəyik? Əgər, bax, birinci qaydanı qeyd edərsiniz. Əgər bizə verilən cümlə təsdiqdədirsə, onda siz so ilə, also ilə, to ilə olanları qoyacaqsınız. Amma inkar cümlələri qoymayacaqsınız onda. Yəni, baxacaqsınız ki, hansısa variantda inkar tipli cümlə gəlibdir, onları qoymayacaqsınız. Amma burada da müəyyən qaydalar var. Yəni, so olan cümlədə inkarlıq gəlməz, also olan cümlədə inkarlıq gəlməz, to olan cümlədə inkarlıq gəlməz. Yəni, bunları mütləq, bəzən cümlədə so olan tipdə gəlir, amma inkarlıq gəlir, yəni olmaz. Və sonra baxacaqsınız ki, cümlə hansı tipdə gəlməlidir. Məsəl üçün, verilən cümlə təsdiqdədirsə, sona olanları axtaracaqsınız, also-la to-la olanları axtaracaqsınız və siz burada so-dan sonra gələcək köməkçi, yəni zaten adından da bəllidir, do, məsəl üçün candy, do, am, is, are, diddi. Bax, bunlar köməkçilərdir, özünüz bilirsiniz. Köməkçi, sonra isə gəlir subject. Bildinizmi? Bax, məsəl üçün, onu da qeyd edərsiniz ki, to also inkarda işlənməz. Əgər cümlə inkardadırsa, onda siz hansı formaları axtaracaqsınız? Neither-la olan cümləni axtaracaqsınız. Nor-la olan cümlə gələ bilər. Və bir də either olanda, either olan cümlələrdə gəlir. Amma either olanda, either-də olan cümlə təsdiq formada gəlməz, mütləq inkarda gəlməlidir və sonda gəlir özdə. İndi uşaqlar, nə edəcəyik? Baxın, indi tutalım deyirəm ki, məsəl üçün, she goes to school. Düzdürmü? Burada goes sözü indiki sadə zamandadır. Siz bunu nə ilə? Bu təsdiqdədir. Demək, sən sonra olanları axtaracaqsan. So, məsəl üçün, do, they tutalım. Doğrudur mu? Bu goes gəlibsə, do, does-la olanları axtara bilərsiniz də, yalnız. Do, does-la. Burada do gəlibdir. Amma gəlsəydi ki, so, they do. They burada gələ bilməz. Do, they gələrdi. Və tutalım deyirəm ki, they are pupils. Düzdürmü? Təsdiqdir. Biz təsdiqlə axtaracağıq. So, are-la qoyuruq. Burada are gəlibdir. Və yaxud da ki, am, is, are-la gələ bilər burada. To be gəlibsə am, is, are-la gələ bilər. Və məsələn, burada I gəlibsə am gələcək. Burada my father gəlibsə təkdə özümüzdən asılıdır da bu. Is götürəcəksən. Bildinmi? Yəni am, is, are gələcək. Burada do, does gəlməz. Uşaqlar, çox sadədir əslində. Nümunələr də lap verə bilərəm sizin üçün. Bunlara aid. Görək, harada var burada. Bir dənə gözləyin. Buna uyğun sizin üçün tapın. Bir dənə test verim sizə. Bax, məsəl üçün, bəlkə bunu şeyin üzərində, testin üzərində izah eləyim atım sizə. Gözləyin, atacağım.